Gününüz xeyir, dəyərli 11-lər, hər birinizi xoş gördük kanalımda. Bugün əsas bir mövzu olan dünya nəqliyyatından danışacağıq. Tez-tezdə düşən suallardır. Deməli, dünya nəqliyyatı bilirik ki, hava nəqliyyatı, ümumiyyətlə sərnişin və yük daşımadan söhbət gedəcək. İki yerə bölünür. Sərnişin və yük daşımada. Sərnişin daşımasında birinci yerdə avtomobildir, sonra dəmiryol, hava ilə çay eynidir, 3%-dir. Bir də ən axırda dəniz nəqliyyatıdır. Çünki bunları bilməliyik ki, testlərdə qarşımıza çıxacaq. Çoxdan aza doğru düzməyi tələb eləyəcək. Bunları mütləq bilməliyik. Demək, birinci suala baxırıq. Deyir ki, hansı ölkələrdə boru kəmər nəqliyyatı yaxşı inkişaf etmişdir? Harda neft, qaz varsa, hər halda orada daha yaxşı inkişaf eləyər də, düzdürmü uşaqlar? Ona görə birinci sualın cavabı D variantı olacaq. Avtomobil yollarının daha uzun olduğu ölkələr. Avtomobil yolları böyük ölkələr, inkişaf etmiş ölkələr və sahəsi böyük olan ölkələr. ABŞ, Yaponiya, Rusiya. Sıxlığına görə amma Avropa ölkələrini götürə bilərik. Ən sıx dəmir və burada cavab oldu Y variantı. Ən sıx dəmir və avtomobil yolları şəbəkəsinin olduğu region. Ən sıx dəmir və avtomobil yolları şəbəkəsi bayaq dediyimiz kimi Qərbi Avropada daha sıxdır. Dördüncü sualda hava nəqliyyatının əsas funksiyası nədir? Hava nəqliyyatı uzaq məsafələrə sərnişin və bir də tez xarab olan qiymətli yüklərin daşınması üçün istifadə olunur. A variantı oldu. 5-ci sualda dəmir yol şəbəkəsinin sıxlığı necə hesablayırıq? Dəmir yol, məsəl üçün dəmir yol olmasın, avtomobil yol şəbəkəsinin sıxlığı olsun. Fərqi yoxdur. Sıxlığı tapanda, məsələn, dəmir yolların uzunluğunu biz böləcəyik ölkənin sahəsinə. Məsəl üçün, sizin üçün rəqəm verə bilər. Hansında sıxlıq çoxdur deyirsə, biz hamısını ayrı-ayrı bölüb hesablaya bilərik, sıxlığı tapa bilərik. Çox asan tipdə, yəni bu tipdə düşür bəzən suallar. Hava nəqliyyatında sərnişin daşımaları üzrə liderlik eləyən ölkələr hansıdır? Hava nəqliyyatında inkişaf etmiş ölkələri biz götürə bilərik. ABŞ, Yaponiya və Böyük Britaniya A variantı. Digər variantları çıxanda elə yerdə düzgün cavab qalır. 7-ci sualda dəmir yol nəqliyyatının daha yaxşı inkişaf etdiyi ölkələr. Dəmir yol nəqliyyatı yadınızda saxlayın. Bir dənə Ərəb ölkələrini çıxın, bir də dağlıq ölkələri çıxın. Yerdə variant özü qalacaq. Məsələn, A-da tutaq ki, Qətər çıxdı. B-də Boliviya dağlıq ölkədə çıxdı. C-ni hələ ki saxlayaq. D-də Əfqanistan və Y-də də Nepal. Onlar dağlıq ölkə olduğu üçün cavabımız C variantı olacaq. 8-ci sualda qəhvə ixracı ilə seçilən ölkələr. Biz bilirik ki, qəhvə isti əraziləri sevir, düzdür? Qəhvənin vətəni Efiopiya olsa da, ən çox ixracatçılar Cənubi Amerikada Braziliya, Venezuela və Kolumbiyanın payına düşür. Cavabımız olacaq D variantı. Dünya sərnişinin daşınmasında aparıcı yer tutan nəqliyyat növləri. Bayaqlarda qeyd elədim dərsin əvvəlində. Avtomobil nəqliyyatı, ikinci yerdə dəmir yol və üçüncü yerdə hava, çay, ən axırda da dəniz yol nəqliyyatını deyə bilərik. 10-cu sualda cavab oldu Y variantı 9-da. 10-cu sualda deyir ki, Süveyş kanalı isti və quru ərazidən keçsə də onun sularından suvarmada istifadə olunmamasını. Yəni bu məntiqi bir sualdır. Özümüz də dərk eləməliyik ki, Süveyş kanalı okean suyundan, okeanın, dənizin suyundan çəkilmiş bir kanaldır. Şimal və deməli Süveyş və deməli okean və dəniz suyu olduğu üçün cavabımız onda olacaq Y variantı. 11-ci sualda yanacaq daşıyan tankerlərin təsirlə çirklənmiş boğazlar, ən məşhur boğazları, soyuq ərazi olmasın, ən çox istifadə olunan, məsəl üçün A variantında çıxma yolu ilə biz tapsaq, yəni çıxma yolu ilə ən məşhurlarını götürək də, elə məşhurlar içərisində baxın, Hörmüz 100%, Cəbəl Ütarik, Bosfor və Malakka qitələr arasıdır. Yanacaq tankerlərinin daşınmasında da istifadə olunan boğazlardır. Sonra dəniz nəqliyyatında yük daşımalarda daha çox istifadə olunan boğazlar. Dəniz nəqliyyatında Lamanş, Cəbəl Ütarik, Malakka, Bosfor. Burada da yenə də çıxma yolu ilə siz həll edə bilərsiniz variantları. Məsələn, burada Tatar boğazı A-da çıxa bilər, C-də Beringdir, D-də məsələn, Mazambikdir, Y-də yenə Mazambiki çıxandan sonra cavabımız yerdə qalacaqdır. 13-cü sualda beynəlxalq yük daşımalarda əsas rol oynayan boğazlar. Yenə ən məşhurlarını, ən çox tez-tez eşitdiklərimizi və qitələr arası mövqeyisi olan, deməli, boğazları götürəcəyik. Hörmüz, Lamanş, Bab-el-Məndəb və Dardanel Y variantında. A variantında yenə çıxma yolu ilə siz bunu həll edə bilərsiniz. Daha sonra 14-cü sualda dünyada göl gəmiçiliyinin əsas rayonu.
Göl gəmiciliyi dünyada bir böyük göllərdir Şimali Amerikada, bir də Xəzər dənizidir. Göl gəmiciliyində ən çox istifadə olunan. Deməli, Şimali Amerikada böyük gölləri götürə bilərik. 15-ci sualda dəmir yolu nəqliyyatında daha çox istifadə edən, inkişaf etməkdə olan ölkələr. Dəmir yolu nəqliyyatı deyəndə hər zaman biz dağlıq ölkələri çıxırıq. Mütləq dağlıq ölkələrdə dəmir yolu nəqliyyatını quraşdırmaq mümkün deyil. Meyillilik çox olduğu üçün. B-də Əfqanistan, Nepal ikisində çıxırıq. Bir də ki, Ərəb ölkələrini çıxın. Yerdə cavabımız olacaq A variantı. 16-cı sualda dünyada dəmir yolu xətlərinin uzunluğunun çox olduğu ölkələr. Biz əlbəttə haranı götürə bilərik? Yenə də sahəsi böyük olan, amma inkişaf etmiş də, yəni mütləq inkişaf səviyyəsinə də diqqət etməliyik. Sahəsi böyük olan burada hansılardır? Təbii ki, B variantına baxsaq, ABŞ, Rusiya, Kanadanı dərhal götürə bilərik. Son dövrlərdə yaxın və orta məsafəyə yük daşımasında avtomobildən sonra, yəni avtomobil nəqliyyatından sonra, daha doğrusu avtomobil nəqliyyatından daha çox istifadə olması səbəbi nədir? Elə bilmə avtomobildən sonraki deyir nəqliyyat vasitəsi. Yaxın və orta məsafələrə niyə görə avtomobil nəqliyyatı, yəni daha çox istifadə olunur da? İstifadə olmasının səbəbi odur ki, yük götürmə qabiliyyəti və sürəti artırır uşaqlar. C variantı. 18-ci sualda avtomobil nəqliyyatının başlıca üstünlüyü. Biz bilir ki, qapıdan qapıya sayılır avtomobil. Orta və qısa məsafəyə, yəni daha tez yükləri, yəni boşaltmadan istehlakçıya çatdırır. 18-ci sualımızın cavabı olacaq B variantı. 19-da nəqliyyatın inkişafı daha çox asılıdır. Nəqliyyat nədən asılı ola bilər uşaqlar? Təbii ki, iqtisadi inkişafından, bir də ki, təbii şəraitdən asılıdır. İnkişaf etmiş ölkə olsa da dağlıqdırsa biz orada dəmir yol nəqliyyatını quraşdıra bilməyəcəyik, düzdürmü? Yəni təbii şəraitdən, həm də iqtisadi inkişaf səviyyəsindən asılıdır. İmkanı yoxdursa quraşdıra bilməz, yaxşı inkişaf edə bilməz, yəni bu baxımdan. 20-ci sualda nəqliyyatın inkişafı asılı deyil. Nəqliyyat nədən asılı deyil? Dövlət quruluşu, əhalinin milli tərkibinin bura nə dəxli var ki? Ya federativ olsun, unitar olsun, nə bilim, monarx olsun, fərqi yoxdur. Və yaxud da ki, rusdur, ingilisdir, milli tərkibi nədir? Onun dəxlisi yoxdur. Çox asan bir sualdır. 21-ci sualda hava nəqliyyatı vasitəsilə daha çox sərnişin daşıyan, inkişafda olan ölkələri istəyir bu səfər. Yəni bizdən inkişaf etmiş ölkələri demir. Biz burada məsəl üçün inkişafda olan biraz kasıb ölkələr, məsələn Çilin deyək, Monqolistan deyək çıxandan sonra digər variantlara baxaq. Deməli burada Qazaxıstanı çıxa bilərik. Düzdür? Variantlarda baxın, Çin, Hindistan, Braziliya özünü göstərir. Nisbətən inkişafda olan ölkələr içərisində nisbətən daha yüksək səviyyədədir. Və Nigeriyanı da çıxandan sonra cavabımız qalır. Pakistan'da çıxa bilərik. Cavab D variantı. 22-ci sualda avtomobil yollarının yüksək sıxlığına görə fərqlənən ölkələr. Avtomobil yolları ən çox Yaponiyada, Belçikada sıxlığa görə seçilir. Avropanı deyə bilərsiniz, bir də inkişaf etmiş ölkələrdən Yaponiyanı. Biz məsələn iri ölkələri ABŞ, Kanadanı o dərəcədə demirik, çünki ərazisi çox böyükdür. Baltik dənizi ilə Şimal dənizini birləşdirən ən qısa yol. Biz bilirik ki, Kil kanalı vasitəsilə Baltik dənizi Şimal dənizinə birləşir. Bunu mütləq əzbər bilməliyik. 100% ala bilərlər. 24-cü sualda Nepal və Əfqanistanda deyir dəmir yol. Biz də bayaq dedik ki, Nepal, Əfqanistan dağlıq ölkələrdir. Ərazisi relyef şəraitində çətinlik yaratdığı üçün deməli dəmir yol nəqliyyatını inkişaf etdirə bilməliyik. Burada variantımız nə olacaq? Relyef şəraiti, yəni dağlıq olması, yəni variantlarda dağlıq ərazi olması da yazıla bilər. Relyef şəraitinin yaratdığı çətinlik də yazıla bilər. Fərqi yoxdur, əsas odur ki, siz mənasını başa düşəsiniz. 25-ci sualda gəmiçiliyin güclü inkişaf etdiyi və daha böyük. Biz bilirik ki, ən böyük, yəni ən güclü gəmiçilik Atlantik okeandadır, amma son dövrlərdə Sakit okeanın, yəni Yaponiyanın inkişafından sonra Sakit okean sayəsində, Yaponiya sayəsində Sakit okeanında, yəni deməli ən böyük limanlara sahibdir. Daha çox yəni aktivliyi artır. 25-ci sual A variantı olacaq. Avropanın ən iri çay nəqliyyat magistralları. Biz bilirik ki, Avropanın ən uzun çayları Volqa, Dunaydır. Ona görə cavabımız elə A variantını götürəcək. Peçorada kimdir getsin gəmiçiliklə məşğul olsun, düzdürmü? Və variantlara çıxdıqdan sonra cavabımız yerdə qalır. 27-ci sualda dəniz yük dövriyyəsində birinci yer tutur. Dəniz yük dövriyyəsində birinci yerdə neft məhsulları və yaxud da boru kəmər deyəndə yenə də neft məhsullarını götürəcəyik, çünki dəniz deyir. 28-ci sualda uşaqlar xəritə sxemində əlamətlərini verir. Hansı nəqliyyat növünə aiddir? Ən azından bax, qapıdan qapıya görürüksə, yaxın orta məsafə deyirsə, deməli söhbət avtomobil nəqliyyatından gedəcək. 29-cu sualda hansı çaylar qış aylarında şose kimi biz şimalda Sibirin çaylarını və yaxud da ki, Şimali Amerikada olan Mackenzie, Yukon kimi, yəni soyuq ərazilərdən axan çaylarda durub Nili götürə bilmərik və yaxud da Dunay götürə bilmərik, Volqa götürə bilmərik. Deməli cavabımız 29-cu sualın cavabı özünüzdə görürsünüz. Lena, Ob, Pechora və Mackenzie çayları olacaq. 30-cu sualda çayları verir və nəqliyyatda istifadə edən ölkələr.
hansılardır? Bunları uyğunlaşdırmağı bizdən istəyir. Dunay çayı hara olacaq? Avstriya. Volqa Rusiya adından da məlum olduğu kimi, yəni bunu əzbər bilirsiniz. Reyn Niderland. Dördüncü Mississippi'dir. Mississippi'nin də yəqin ki ABŞ olduğunu bilirsiniz. Cavabımız olacaq 1A, 2C, 3D, 4B, C variantı. 30-cu sualın cavabı C variantı olacaq. Avropanın nəqliyyat sisteminin səciyyəvi xüsusiyyətləri. Avropada nəqliyyat sistemi sıxlığı ilə seçilir. Ən çox da avtomobil nəqliyyatı yaxşı inkişaf edib, dəmir yolu nəqliyyatı sıxdır. Burada yazıb avtomobil nəqliyyatı zəif inkişaf edib. Təbii ki, ikinci sualı biz ikinci variantı görən kimi çıxacağıq. Bütün nəqliyyat növləri yaxşı inkişaf edib. Təbii ki, Avropa yaxşı inkişaf etdiyi üçün nəqliyyat yolları da yaxşıdır. Həm də ərazinin relyefdir. Buna əlverişlidir. Dəniz nəqliyyatı böyük əhəmiyyət kəsb etməsi 100% götürəcəyik və avtomobil dəmir yol şəbəkəsinin sıxlığı mütləq götürəcəyik. Yük daşımalarda hava nəqliyyatı yox, sərnişin daşımasında hava nəqliyyatından istifadə olunur. 32-ci sualda bir də tez xarab olan yüklərin daşımasında. 32-ci sualda verilən coğrafi xüsusiyyətlər Avropanın hansı regionuna aiddir? 32-ci sualımıza diqqətlə baxırıq. Dəniz nəqliyyatı mühüm rol oynayır. Hidroenerji və meşə resursları, kağız, selloz deyirsə, bizim şimal meşə qurşağı deyilən bir ərazi var ki, Skandinaviya ölkələridir. Yəni Şimali Avropada kağız, selloz, meşə deyirsə, hidroenerji deyirsə, mütləq bilməliyik ki, söhbət Şimali Avropadan gedir. Cavabımız C variantı olacaq. Və yaxud da Qərbi Avropa sözü yazsa, onu da götürə bilərik. Çünki Qərbi Avropa elə Şimali Avropa Qərbi Avropanın tərkibindədir. Yəni o regiona daxildir. 33-cü sualda iqtisadi coğrafi mövqeyi insanların yaratdığı su obyektləri hesabına xeyli yaxşılaşmış ölkələr və bu obyektlər nələrdir? Söhbət nələrdən gedə bilər uşaqlar? Təbii ki, kanallardan, gəmiçilik kanallarından söhbət gedir ki, qısaldır da, yəni həmin məsafələri qısaldır. Bu Panama və Misir gəmiçilik kanallarından söhbət gedir. Süveyş, Panama kanallarıdır, ən çox gəmiçilik kanalları. 34-cü sualda dənizlərin təsərrüfat əhəmiyyəti nədir? Dənizlər təsərrüfat əhəmiyyəti odur ki, balıq tuturuq, nəqliyyat kimi istifadə edə bilirik, düzdürmü? Ticarətdə, istirahətdə, yəni rekreasiya, turizmdə istifadə edə bilirik. Deməli, 34-cü sualımızın cavabı B variantı olacaq. 35-ci sualda neft və neft məhsulları dünya yük dövriyyəsində başlıca daşınma məhsulları olmasının səbəbi nədir? Sizcə nədir? Biraz düşünək. Təbii ki, iri neft yataqları ən çox bilir ki, inkişafda olan ölkələrdədir. Amma əsas istehlakçı, yəni onu alanlar kimlərdir? İnkişaf etmiş ölkələrdir. Variantları da oxuyanda, məsələn, B-də yazıb ki, neft hasil edən ölkələrdə neft məhsullarına tələbat yoxdur. Xeyr ola, niyə yoxdur ki? Yəni, belə bir cavab düzgünlüyü mümkün deyil, düzdür? Deməli, iri neft yataqları ən çox inkişafda olan ölkələrdədir, amma istehlakçı inkişaf etmiş ölkədir. Yəni, inkişaf etmiş ölkələr inkişafda olan ölkələrdən neft və neft məhsullarını alırlar. Xamal formasında alırlar, amma hazır məhsul istehsal edirlər. Deməli, C variantı 35-ci sualın cavabı olacaq. 36-da yüksək inkişaf etmiş ölkələrdə avtomobil nəqliyyatının dəmir yolu ilə güclü rəqabət apara bilməsinin səbəbi. Söhbət bilməsindən gedir. Nəyə görə avtomobilə gedir? Çünki sürəti, bayaq dediyimiz kimi, sürəti və yük götürmə qabiliyyəti artır. Həm də yaxın orta məsafələrə yük daşımasının səmərəliliyi, yəni bu sərf eləyir də. Ona görə baxın variantlarda sürətlilik, yük götürmə qabiliyyəti getdikcə artır. Yaxın və orta məsafələrə yük daşımanın sərfəlliyi cavabımız olacaq 36-da B variantı. Xəritə sxemdə beynəlxalq yük daşıma istiqamətləri əks olunmuşdur. Sizcə bu nədir uşaqlar? Baxın, Braziliyadan, Hindistandan və Avstraliyadan gedirsə, daşınırsa, söhbət hansından gedə bilər? Təbii ki, söhbət dəmir filizindən gedəcək də. 38-ci sualda isə Mərkəzi Amerika ölkələrindən gedir, Afrikada, Afrikanın qərbindən və yaxud da Avstraliyadan daşınırsa, elə Mərkəzi Amerika özü bizə bildirir ki, söhbət boksitdən gedir, bəli. 39-cu sualda xarici iqtisadi əlaqələrdə dəmir yolu nəqliyyatından istifadə etməyən ölkələr. Bayaqları dediyim kimi, ada ölkəsi olmalıdır ki, uşaqlar, bu dəmir yol hara gedib çıxacaq? Xarici əlaqədə mümkün deyil daxil istifadə olunsun, düzdürmü? Biz hansı ada ölkələrini tanıyırıqsa və yaxud da ki, Avstraliya ada kimi bir şeydir də, yəni Avstraliya qonşu ölkələrə dəmir yoluna gedə bilməz axı. Yeni Zelandiya, Avstraliya və İslandiya D variantında bizi özü çağırır ki, mənəm cavab düzgün variant. 40-cı sualda xarici iqtisadi əlaqələrdə dəniz nəqliyyatının üstün olduğu ölkələr uşaqlar. Xarici iqtisadi əlaqələrdə dəniz deyirsə, yenə ada ölkələrini götürəcək ki, onlar yazıqların başqa üsulu yoxdur da, ancaq dəniz nəqliyyatı ilə gedə bilərlər. Məsələn, Avstraliya, Yaponiya, İslandiya ilk ağlımıza gələnlər bunları deyə bilərik. Yeni Zelandiyada bayaqki variantdakı deyə bilərik.
41-ci sualda limanların yerləşdiyi müvafiq dənizlər Marsel, Sankt-Peterburq və Rotterdam uşaqlar. Marsel bilir ki, Fransanın da özdə Aralıq dənizində olan bir limanıdır. Birinciyə Marselə Aralıq dənizini yazacağıq. Daha sonra Sankt-Peterburq Rusiyanındır, Baltik dənizində olan limanıdır və Rotterdam Niderlandındır və bilir ki, Şimal dənizindədir. Cavabımız olacaq 1, 2, 2, 1, Y variantı. 41-ci sualda cavabımız Y variantı. 42-ci sualda xəritə sxemində beynəlxalq yükdaşıma istiqamətləri əks olunmuş sənaye xam malları nədir? Burada fikir versək, Braziliyadan, Avstraliyadan, Cardan daşınır. Söhbət hansı faydalı qazıntıdan gedə bilər? Təbii ki, yenə də Braziliyadan daşındığı üçün, Kanadadan daşındığı, Avstraliya bu söhbət dəmir filizindən gedir. 42-ci sualda cavabımız D variantı olacaq. Dəmir filizi. 43-cü sualda xəritə sxemində beynəlxalq yük daşıma yenə də istiqamətləri verir və baxaq görək məntiqlə tapa biləcəyik ki, burada And ölkələrini gördüyünüz kimi, yəni And dağlarından, And ölkələrindən daşınır Avropaya. Mərkəzi Afrika, məsələn, Zambiya, Botswana, Zimbabwe bu ölkələrdən daşınırsa və Avstraliyadan daşınırsa, burada təbii ki, And ölkələrini görən kimi mis qurşağı, çünki mis qurşağı And dağlarında yerləşir, söhbət misdən gedir, bunu tapmalıyıq. Yəni, əzbər bilməliyik bunları ki, çətinlik çəkməyik. Yaponiyada nisbətən zəif inkişaf etmiş. Yaponiyada bayaqları dediyim kimi, həm neft qazı yoxdur uşaqlar, həm də ki, ən zəif inkişaf edən nəqliyyat növlərindən çayı da götürə bilərik. Yəni, bunlar ən güclü, amma dəniz nəqliyyatı daha yaxşı inkişaf edib, avtomobil nəqliyyatı yaxşı inkişaf edib. Burada boru kəməri yoxdur, çünki yazığın daşınmağa heç şey yoxdur və çay nəqliyyatı zəif inkişaf edib. 45-ci sualda dünya ticarətində yük dövriyyəsinə görə qabaqcıl yer tutan okeanlar, bayaqda dediyimiz kimi ən yüksək inkişaf edən Atlantik və Sakit okeandır. Birinci yerdə Atlantik, sonra Sakit okean. 46-cı sualda Fransa, Marsel, Aralıq dənizi. Bəli, Fransanın da liman şəhəri Marsel, o Aralıq dənizində yerləşəcək. Böyük Britaniya New Orleans Şimal dənizi deyil. Rusiya Sankt-Peterburq bayaqda dedik ki, Baltik dənizində yerləşir. Bir də Niderland Rotterdam Şimal dənizində yerləşir. Cavabımız oldu B variantı. 1. Fransa Marsel Aralıq dənizindədir. Rusiya Sankt-Peterburq Baltik dənizində və Niderland Rotterdam Şimal dənizində. Burada 4-cü sualda Qazaxıstan Bektaşı yazıbdır. Bilir ki, Türkmenistan'da Bektaş, Xəzər dənizi düzdür, amma bir də ki, İskəndəriyyə Misirindir, Türkiyənin deyil. Türkiyədə İskəndərun limanıdır. 47-ci sualda Portuqaliya, Lissabon, Aralıq dənizi. Deməli, 47-ci sualda diqqət. Bax, bu suallar diqqətlə qulaq asılsın, diqqətlə baxılsın, çünki mütləq düşür uşaqlar. Mütləq düşür və ən çox yaralı yerimiz bilirəm ki, həmin bu mövzulardır. Vaxtım yoxdur ki, bu mövzularla bağlı izahat verim, izahlı dərs çəkim, yəni paylaşım. Uyğunluğu istəyir bizdən. Rusiya, Murmansk limanı Barenç dənizində yerləşir. Sonra Misir, Misirin İskəndəriyyə, bayaq dediyimiz kimi İskəndərun Türkiyədədir, amma Misirdə İskəndəriyyədir, Aralıq dənizində yerləşir və Kəraçi Pakistanlıdır, Ərəbistan dənizində yerləşir. 47-ci sualın cavabı olacaq C variantı. 3, 5, 6 yəni. Biz çıxma yolu ilə hamısını tapa bilərik. Çətin bir şey yoxdur. ABŞ-ın New Orleans Karib dənizi deyil. Portuqaliya, Lissabon, Aralıq. Portuqaliyanın ümumiyyətcə Aralıq dənizinə çıxışı yoxdur. Yenə məsəl üçün şeydirsə, İspaniya desə, götürə bilərik. Portuqaliya Aralıq dənizi iqlim tipində yerləşsə də Aralıq dənizinə çıxışı yoxdur. 48-ci sualda görək nədən söhbət gedir. Beynəlxalq yük daşımada ayrı-ayrı nəqliyyat və paylarını veribdir. Söhbət yük daşımadan gedir. Yük daşımadan gedirsə, birinci yerdə nəyi götürə bilər? Bizdə nə idi? Payının artma ardıcılığı, yəni azdan çoxa doğru bax. Orasına diqqətlə qulaq asın uşaqlar. Artma ardıcılığı oxumazsınız. Yəni birinci 62% hansıdır, ondan başlayarsınız və aləm qarışar bir-birinə. Ona görə diqqətlə baxaq. Artma ardıcılığı deyirsə, axırda sonda dəniz olmalıdır. Ən çox yəni dəniz olmalıdır və avtomobil olmalıdır. Baxaq görək. Birinci yerdə havadır. Sonra çay nəqliyyatıdır. Sonra dəmir yol nəqliyyatıdır. Boru kəmər nəqliyyatı, avtomobil və dəniz nəqliyyatı. Baxın, hava, çay, dəmir yol. Ən çox olacaq dəniz, avtomobil, boru kəmər. Sonra da dəmir yol. Cavabımız olacaq A variantı. 48-ci sualın cavabı olacaq A variantı.
49-cu sualda da indi baxsaq, burada artıq sərnişin deyir, azalma deyir. Yəni ən çox 82-dən başlayacağıq sərnişin nəqliyyatında. Ən çox avtomobildir, sonra dəmir yoldur, hava çay eynidir 3%-dir və dəniz nəqliyyatı 1%. Cavabımız olacaq. Burada da 49-cu sualda da A variantı olacaq. Bir daha əzbərliyin çalışın. Bu hissəyə diqqətlə baxın. Avtomobil, dəmir, hava, çay eynidir və dəniz. Yəni çay ilə havanın yerini dəyişik yaza bilərlər. Qorxmayın, ondan eyni şeydir onsuz ki. 50-ci sualda deməli, hava nəqliyyatı, dəmir yolu nəqliyyatı dağlıq relyefi malikdir. Dağlıq relyefi malik olan ölkələrdə zəifdir. Bayaq dediyimiz kimi dəmir yolu nəqliyyatı da söhbət dəmir yoldan gedir ki, orada yaxşı inkişaf eləməyibdir. Təcili yük və poçt məhsullarını daşımasına durub dəmir yolundan poçt məhsullarını yəqin ki daşımazlar. Təcili yük deyirsə hava nəqliyyatıdır. Daha sonra digər nəqliyyat növlərinə nisbətən hava şəraitindən daha çox asılıdır. Hava adı üstündə hava nəqliyyatı. Ağır yüklərin daşınması da təbii ki dəmir yol nəqliyyatı. İnkişafı ölkənin iqtisadi vəziyyətindən asılıdır. Bütün nəqliyyat növləri ölkənin iqtisadi vəziyyətindən asılıdır. Cavabımız burada 50-ci sualın cavabı C variantı oldu. 3-ə Y yalnız birindədir də, C variantındadır. Ən azından onunla biləcəkdik. Deməli 51-ci sualda Eyler-Venn diaqramına əsasən uyğunluq. Yəni avtomobil və dəmir yol nəqliyyatını bizlərə Eyler-Venn diaqramda müqayisə veribdir. ET dövründə konteynerləşmə onun inkişafına təkan vermişdi. Söhbət hər ikisindən gedir. Avtomobil və dəmir yol nəqliyyatı. Uzaq və orta məsafələrə yük deyirsə, yük və sərnişin deyirsə, söhbət avtomobildən gedir. Qapıdan qapıya avtomobil nəqliyyatıdır. Dağlı ölkələrdə zəifdir. Dəmir yol və inkişafı təbii şəraitdən asılıdır. Ölkənin yəni iqtisadi vəziyyətindən asılıdır. Söhbət hər ikisindən gedir və şəhər ətrafı və şəhər daşımasını, şəhər ətrafı və şəhər daxili daşımalarda da avtomobil nəqliyyatı birincidir. Deməli cavabımız oldu. A variantı 3, 6 götürdük qapıdan qapıya və deməli şəhər daxili, şəhər ətrafında bunlar ikisi oldu avtomobilə. Hər ikisinə oldu ET dövründə konteynerləşmə, bir də təbii şəraitdən asılıdır və digərləri də olacaq dəmir yol nəqliyyatı. Relyef mütləq dəmir yol nəqliyyatı relyefdən asılıdır. Deməli, dünyanın nəqliyyat sistemi region və ölkələr üzrə qeyri-bərabər paylanmışdı. Nəqliyyat yollarının sıx yerləşməsi bəzi ölkələrdə nəqliyyatın yüksək texniki səviyyəsi və daşınmaların intensivliyi ilə fərqlənir. Bu qrup ölkələrə aid olanları müəyyən edin. Deməli, 52-ci sual bəlkə sizə biraz qarışıq gələ bilər, amma yenə də inkişaf etmiş ölkələrdən söhbət gedir də. Daşınmanın intensivliyi deyirsə, biz Monqolistanı durub Konqonu götürə bilmərik, düzdürmü? Belçika, Almaniya və ABŞ-ı mütləq götürməliyik. 53-cü sual bu qədər, yəni uzun yazıldığına baxmayaraq, intensiv nəqliyyat deyirsə 100% biz inkişaf etmiş ölkələri götürə bilərik. 53-cü sualda. 53-cü sualda deməli Qərbi Avropanın, Şimali Amerika və Şərqi Asiya regionlarını veribdir və biz həmin limanları ona uyğun yerləşdirməliyik. Sualdan bilirik ki, Koreyandır, Cənubi Koreyandır. Bu təbii ki, Şərqi Asiyaya aid olacaq. Singapur yenə də Asiyanındır, Singapurundur. Houston ABŞ-ındır, Los Angeles Amerikandır yenə. Rotterdam Niderlandın, Şanxay da Çinin ərazisinə daxil olacaq. Söhbət yəni hansı variantdan getdi? Birinciyə, yəni Qərbi Avropaya biz Rotterdam dedik. Şimali Amerikaya Los Angeles və Houston dedik və Şərqi Avropaya 1 Pusan və 6 Şanxay. Biz Singapuru nəyə görə götürmürük? Çünki Singapur Cənub-Şərqi Asiyaya aiddir, Şərqi Asiya deyil. Amma Asiya regionu desəydi, biz Singapuru götürə bilərdik. Singapur bilirik ki, ən məşhur limanlardan biridir. Singapur elə bir yerdə, elə bir ərazidə yerləşir ki, əslində heç bir faydalı qazıntısı yoxdur, ancaq yerləşdiyi coğrafi mövqeyə görə inkişaf etmiş ölkəyə çevrilmişdir. 54-cü sualda, yəni heç nə eləmədən yaxşıca inkişaf elədi. 54-cü sualda Eyler-Venn diaqramına əsasən uyğun olan bəndləri istəyir. Dəniz, hava nəqliyyatı uşaqlar. Diqqətlə baxırıq. Deyir ki, ən gənc və dinamik nəqliyyatdır. Bu söhbət hava nəqliyyatından gedir. Ən gənc və dinamik nəqliyyat növüdür. Beynəlxalq ticarəti təmin etsə də sərnişin daşımada payı azdır. Söhbət dəniz nəqliyyatından gedir. Ucuz bayraq deyirsə mütləq. Ucuz bayraq prinsipi dəniz nəqliyyatındadır. Yəqin ki, hər biriniz bilirsiniz. Ucuz bayraq, yəni inkişaf etmiş ölkələr gəmilərini inkişafda olan ölkələrin bayrağı altında daşıyırlar. Çünki az vergi ödəsinlər və dəniz donanmasına liderlik edən inkişafda olan ölkələr hansılardır? Panama, Liberiya, bir də Yunanistan. 2-3 aid oldu dəniz nəqliyyatına. Sonra ABŞ, Çin, Yaponiya, Almaniyada hər iki nəqliyyat növü yaxşı inkişaf edib. Qitələr arası sərnişin daşımada yalnız avtomobil və dəmir yoldan geri qalır. Söhbət hava qitələr arası deyən kimi hava nəqliyyatını yanınızda saxlayırsınız.
54-cü sualın cavabı olacaq B variantı. 5-ci sualda Eyler-Venn diaqramına əsasən uyğun bəndləri istəyir bizdən uşaqlar. Deməli, neft və təbii qazının daşınmasında istifadə olunur. Dəniz nəqliyyatından da istifadə olunur, boru nəqliyyatından da istifadə olunur. Ona görə hər ikisini uyğunlaşdıra bilərik. Hər ikisinə uyğun gələ bilər. Beynəlxalq yüklərin yarıdan çoxu bu nəqliyyatın payına düşür uşaqlar. Beynəlxalq yüklərin yarıdan çoxu dəniz nəqliyyatı vasitəsilə daşınır, boru ilə daşınması deyil ki. Azərbaycan Avropa ilə iqtisadi əlaqələrində mühüm rol oynayır. Təbii ki, biz də neft ölkəsi olduğumuz üçün söhbət Azərbaycandan gedirsə, yük daşımadan gedirsə, boru nəqliyyatını götürəcək 3B3. Deməli, daşımalar ticarət donanması ilə həyata keçirilir. Biz bilirik ki, dəniz ticarət donanmaları var. Söhbət dəniz nəqliyyatına gedir, daşımalar 2-yə gedəcək, 2-4 oldu və daşınması zamanı ətraf mühit çirklənmir. Yəni belə deyək, uyğun nəqliyyatdır ki, boru kəmər nəqliyyatı borularla daşınır deyə və ətraf ərazilər də çirklənmir, daha sağlamdır. 5-ci, 3 və 5 oldu birinciyə və məhsulun daşınması nisbətən ucuz başa gəlir. Söhbət nədən gedə bilər? Hər ikisindən gedə bilər. Ucuz başa gəlir. 56-cı sual. Burada 55-də cavabımız olacaq D variantı. 56-cı sualda dəniz limanlarını verir. Bunları mütləq bilməlisiniz uşaqlar. 56-cı sualı diqqətlə baxın. Antwerpen Şimal dənizində söhbət Belçikadan gedir. Antwerpen Belçikanındır. Novorossiysk Rusiyanın da Qara dənizdə olan limanıdır. Novorossiysk. Sonra bir də New Orlean var və yaxud Yeni Orlean. Söhbət ABŞ-dan gedir. Düzdürmü? Hər biriniz artıq bunu bilirəm ki, bilirsiniz. Və ABŞ-dan gedir Meksika körfəzinə. Cavabımız 56-da olacaq. Nə variantı oldu? D variantı 56-da. 57-ci sualda xəritə sxemində hansı çay nəqliyyatı daha yaxşıdır, əlverişlidir? Yəni, o çayda ki, ərazi genişdirsə, düşmə azdırsa, məsələn, kanyonvari dərələr olmamalıdır, suyun səviyyəsi bərabər olmalıdır və çox olmalıdır da, suyun səviyyəsi çox az ola bilməz, düzdür? Birinci A və B bu şəraitdə çay nəqliyyatı inkişaf edə bilməz. 57-də ona görə çıxırıq. C variantı uyğun ola bilər, amma suyun səviyyəsi azdır. Y-də də həmçinin cavabımız D variantı ən ideal variant sayılır. 58-ci sualda bu sualdan düşmüşdü. Bir dəfə düşmüşdü. 58-ci sualda verilmiş hansı hidroqrafa malik olan çayda gəmiçilik yaxşı. Yenə də çayın səviyyəsi uyğun olmalıdır. Baxırsınız, burada çox çılğın vaxtları olur, yəni daşqınlı dövrləri və yaxud da zəif axan dövrləri olur. Bir dənə yalnız A variantında 58-də. Gördüyünüz kimi çay o qədər də yəni artıb azalmır. Suyun səviyyəsi biraz normal qalmalıdır da il ərzində. Çox dəyişməməlidir. 59-da isə əlverişsiz deyir. Görürsünüz, o biriləri çox dəyişmir. Amma A variantına baxaq, gürsulu və qıtsılı dövrləri bir-birindən tamamilə fərqlənir. Ona görə A variantı düzgün cavab olacaq. 60-cı sualda xəritə sxeması əsasən Avropada yerləşən ən böyük dəniz limanlarını bizdən istəyir uşaqlar. Bu suala da mütləq diqqətlə baxmalıyıq. Birinci olacaq Hamburg limanı. Düzdür. İkinci olacaq Niderlanddadır, Rotterdam limanıdır. 3-də Antwerpendir, bayaq dediyimiz Belçikada və 4-cü isə olacaq Havr limanı. Cavabımız olacaq, burada nə oldu? C variantı. 61-ci sualda 61-də Eyler-Venn diaqramına əsasən uyğun olan bəndləri dəmir yol, dəniz və hava nəqliyyatı. Diqqətlə baxaq. Bu 3 dənə Eyler-Venn diaqram olanda həmişə uşaqlar deyir, o sualı yazmayacaq. Ondan gələn xeyir gəlməsin. Yəni, amma diqqətlə baxsaq, o qədər də yəni, çətin bir şey deyil də. Çıxma yolu ilə də ən azından işləyə bilərsiniz. Eti dövründə strukturu daha da mürəkkəbləşmişdir. Söhbət hansı nəqliyyat növlərinə gedək? Variantlarla da işləyə bilərsiniz. Variantları mütləq gözdən keçirməlisiniz. Eti dövründə strukturu dəyişmişdi, hamısı mürəkkəbləşmişdi. Dəmirin də, dənizin də, hava nəqliyyatında hər birini ayrı eləyə bilərik. Yüklərin orta və uzaq məsafələrə deyirsə, deməli, orta uzaq məsafə sizcə hansına aid ola bilər? Təbii ki, deməli, dəniz və dəmir yol. Sonra inkişaf etməkdə olan ölkələrdə, inkişaf etmiş ölkələrdə daha doğrusu yüksək texnikası ilə seçilir. Yüksək texnika ilə. Hansına aid ola bilər sizcə? Təbii ki, texnikasına görə hər biri yüksəkdir. Yaxşı inkişaf edib, inkişaf etmiş ölkələrdə. Sonra qitələr arası əlaqələrdə dəniz də ola bilər, hava nəqliyyatı da ola bilər. Çünki qitələrdə ancaq bu istiqamətdə durub dəmir yolla hansısa bir qitəyə nəsə daşımayacaqlar. Və materik daxili ölkələrdə, ölkələrin xarici əlaqələrində mühüm rol oynayır. Bayaqlarda bu barədə də yəni danışmışdıq. Dəmir yol və hava nəqliyyatı materiklərin daha doğrusu materik daxili ölkələrin xarici əlaqələrində
hava nəqliyyatından yaxşı istifadə olunur və dəmir yol nəqliyyatından dənizdən ola bilməz, çünki materik daxili deyil. Variantlarla çıxma yolu ilə eləsək, variantlardan A variantı bizim sualımızın cavabına uyğun olacaq. 62. Xəritə sxemində deyir ki, hava nəqliyyatına aid xüsusiyyətlər. Hava nəqliyyatı xüsusiyyəti və zəif inkişaf etdiyi ölkələr. Deməli, hava nəqliyyatı qitələr arası sərnişin daşımalı. Birincidir, bayaq demişdik. Zəif inkişaf eləyibdir kasıb ölkələr. Təbii ki, kasıb ölkələri çıxacağıq. Qitələr arası sərnişini götürəcəyik və kasıb ölkələri ikinci hissəyə uyğunlaşdıracağıq. Çünki hava nəqliyyatı həmin ölkələrdə zəif inkişaf eləyibdir. Maddi imkan olmadığı üçün. 63-cü sualda deməli, çay nəqliyyatı və dəmir yol nəqliyyatını bizdə müqayisə etməyi deyir. Uşaqlar diqqətlə baxırıq. Çay və dəmir yol nəqliyyatı. Deməli, uşaqlar, deyir ki, orta və uzaq məsafələri yüklərin daşınmasında istifadə olunur. Söhbət təbii ki, dəmir yol nəqliyyatından gedir. Şimali Avropa ölkələrinin ağac axıdılması deyirsə, təbii ki, çay nəqliyyatıdır. Yaponiya və Fransada sürətli olması ilə bilir ki, ən sürətli qatarlar Fransa və Yaponiyadır. Birinci yerdə Fransa, az bir miqdarda fərqlə Yaponiyadır. ABŞ və Qərbi Avropa ölkələrində yüksək inkişaf eləyibdir. Sizcə hansı nəqliyyat növü ABŞ-da və Qərbi Avropa, ümumiyyətcə bütün nəqliyyat növləri ABŞ, Qərbi Avropada yaxşı inkişaf eləyib deyə ikisinə də aid edə bilərik. İnkişafına süni yaradılmış su obyektləri, təbii ki, çay nəqliyyatından gedəcək, dəmir yolun süni su obyektlərinə işinədir. Və dağlıq ərazilərdə zəif inkişaf eləyib, söhbət hansından gedə bilər? Dağlıq ərazilərdə təbii ki, dəmir yolda, bir də çay nəqliyyatı da zəif inkişaf eləyib. Dağ çaylarında çay nəqliyyatı yaxşı inkişaf eləyə bilməz. 64-cü sualda. Deməli, uşaqlar, dünyanın ən böyük dəniz limanları, görün nə qədər sual var, bununla bağlı mütləq bunları əzbərləməz. Niderlandda Rotterdamdır, New Orleans ABŞ-ındır, Newcastle Avstraliyanındır, Şanxaydakı Çindədir. Cavabımız bilmirəm, daha nə uyğun gələcək? 1-ə A, 2-ə 1-ə C, 2-ə A, 1-ə A, 2-ə C, 3-ə B, B variantı. 64-də cavabımız olacaq B variantı. 65-də Trans-Amazon magistralı, Trans-Amazon 9-cu sinifin dərsliğində də var. Deməli, çəkilibdir Peru və Braziliya arasında. Braziliyanın Resife şəhəri, Perunun isə Lima şəhəri, paytaxtıdır onsuz ki. 66-cı sualda, deməli, çay gəmiçiliyinin inkişafına müsbət təsir edən amillər nədir? Çay gəmiçiliyinin, yəni su toplayacağı hövzəsi böyük olmalıdır, gürsulu olmalıdır, çox daşqınlar olmamalıdır, uyğunluq, yəni Astana şəlalə çayda olmamalıdır. Deməli, üçüncü mütləq baxın, çay yatağında Astana şəlalələrin olmaması, birdən olması yazar, ora diqqətini eləyib, sonuna qədər mütləq oxuyun sualları. Qış qıtsululuğu və yaxud da yayda daşqınlar olmaz, il boyu bol sulu olmalıdır. Çay yatağında meyillilik az olmalıdır, meyillilik yəni düşməsi çox olmamalıdır uşaqlar. Dağ çaylarında çay gəmiçiliyi inkişaf eləyə bilmir, çünki düşmə böyükdür. Mənbə ilə mənsəb arasında hündürlük fərqi çoxdur. 67-ci sualda çay gəmiçiliyinin inkişafına indi mənfi təsir edənləri deyir bizdən. Astana şəlalələrinin olması, relyefin mürəkkəb olması, yəni dağlı olması, düzdürmü? Və çayın meyliliyinin böyük olması. 1, 3 və 4 oldu. 1, 3, 5 oldu, yox. 68-ci sualda verilən nəqliyyat magistrallarının cənub-şimal istiqamətində olanlarını müəyyən edin. Yəni, meridional istiqamətdə olmalıdır ki, biz bunları uyğunlaşdıra bilək, götürə bilək. Deməli, Roma, Bern, Brüssel və Amsterdam. Görürsünüz, meridional istiqamətindədir şəhərlər. Və Budapeşt, Bratislav, Varşava və Helsinki. Ona görə cavabımız oldu 2 və 4. Biri şərqdə, biri qərbdə olarsa, bu şimal-cənub yox, uşaqlar. Şərq-qərb nəqliyyat dəhlizinin üzərində yerləşə bilər. 69-cu sualda ölkədə dəmir yollarının uzunluğu 25, orta sıxlığı isə 100-ə 5-dirsə, əhalinin sayını verir. Bu biraz böyük qarışıq görünsə də, böyük bir məsələ görünsə də, elə də çox çətin şey deyil. Dəmir yolların uzunluğunu demişdik ki, ərazinin sıxlığına böldükdə biz deməli, daha doğrusu ərazinin sahəsinə böldükdə sıxlığı tapmış oluruq. Düzdürmü? Demək, tənasüblə də yaza bilərik bunu. Hər 100 kvadrat kilometrə 5 kilometr düşürsə, bəs 25.000 kilometr neçə kvadrata düşə bilər? Tənasüb quracağıq, adi bir tənasüblə. Yəni 100 kvadrat kilometri qarşısına 5 yazacağıq, 25.000-i də 5-in altına yazıb qarşısına x yazacağıq. Burada nəyi tapacaq? Burada ərazinin sahəsini tapmış olacaq. Ərazinin sahəsini tapdıqdan sonra uşaqlar əhalinin sayını həmin sahəyə böldükdə biz onda nəyi taparıq? Təbii ki, əhalinin orta sıxlığını tapmış oluruq. İstənilən bir şeyin sıxlığını istəyirsə, mütləq sayını bölürsüz ərazinin sahəsinə.
69-cu sualı artıq özünüz işləyərsiniz. 70-ci sualda nəqliyyat növlərini verir və xüsusiyyətlərini biz uyğunlaşdıracağıq. Boru kəmər əsasən maye yüklərin, bəli, neftin, qazın daşınmasında istifadə olunacaq. Ona görə birinciyə B olacaq. İkincidə uşaqlar çay nəqliyyatı veribdir. İnkişafına süni yaradılmış su obyektləri. İkinciyə uyğun gələcək. Avtomobil nəqliyyatı. Təbii ki, dağlıq rayonlarda daha çoxdur. Çünki dağlıq rayonlarda dəmir yol nəqliyyatı, çay nəqliyyatı yaxşı inkişaf eləyə bilmir. Ona görə də dağlıq rayonlarda daha çoxdur. Bir də sərnişin daşımasına əsas mühüm rol oynayır da söhbət. C və D avtomobil nəqliyyatına gedir. C və D avtomobil nəqliyyatına uyğun gələcək. 1-ə A, 2-ə C, yox, 1-ə B, 2-ə A, 3-ə də nə götürdük? C və D götürdük. 71-ci sualda nəhayət 2 sualımız qaldı. Boru kəmər nəqliyyatı var, çay var və avtomobil nəqliyyatı var. Boru kəmər nəqliyyatı deyəndə son zamanlar Azərbaycanda mütləq Azərbaycan adı varsa, Azərbaycandan çəkilmiş Aralıq dəniz limanına TANAP və TAP layihələrini bilirsiniz yəqin ki. Və neft qazın daşınması bu qaz kəmərləridir TANAP-TAP. Yəni ən uzun gedəni TAP layihəsidir. Sonra boru kəmər deyəndə bəli, birinciyə Y olacaq. 2 çay nəqliyyatı deyirsə. Çay deyirsə təbii ki, Azərbaycanda zəif inkişaf edibdir çay nəqliyyatı. O dəqiqə görən kimi deməliyik bunu. Və avtomobil nəqliyyatından ən çox istifadə olunur. Bilir ki, şəhər ətrafında yük və sərnişin daşınmasında ümumiyyətcə istifadə olunur. Bir də atmosferi çirkləndirən mənbədir avtomobil nəqliyyatı. Beynəlxalq yük daşımalar deyirsə, bu dəniz nəqliyyatı olmalıdır. Burada da ki, dəniz nəqliyyatı yoxdur. Ona görə çıxırıq. Və cavabımız oldu 1-ə Y, 2B, 3A, C. 72-ci suala da baxaq. Nəqliyyat növlərini yenə də verir. Dəmir yol, dəniz, avtomobil nəqliyyatı. Birinci olacaq, deməli, dəmir yol nəqliyyatı quruda daha uzaq məsafələri yük daşımaları bəli təmin eləyir. Dəniz nəqliyyatı deyirsə, baxın burada Böyük Britaniya, Yaponiya. Deməli, mütləq onları görən kimi dəniz nəqliyyatına aid eləyəcəyik. Dəniz nəqliyyatı Böyük Britaniya, Yaponiyanı götürəcəyik. Ada ölkələridir. 3-də beynəlxalq avtomobil deyirsə, quruda daha uzaq məsafələri yük daşımasında və bir də, daha doğrusu yox, quruda uzaq məsafələri dəmir yolu götürdük. Daha doğrusu deməli, böyük şəhərlərdə ekoloji gərginliyi artırır, 100% avtomobil deyəcəyik. Bir də dağlıq ərazilərdə əsas da bundan istifadə olunur. Çünki dağlıq ərazilərdə dəmir yol nəqliyyatı inkişaf eləyə bilmir. Deməli, dəmir yol nəqliyyatını götürdük. Quruda uzaq məsafələri, yəni yaxın məsafə deyəndə avtomobil götürə bilərik, amma uzaq məsafə deyirsə dəmir yol nəqliyyatını götürəcəyik. Dəniz deyirsə ada ölkələri, Böyük Britaniya, Yaponiya mütləq götürürük və yaxud da Avropa ölkələrini götürə bilərik və avtomobil nəqliyyatı isə həm ekoloji gərginlik yaradan bir nəqliyyat növüdür, amma düzdür, rahat olsa da, yəni ekoloji gərginlik yaradır. Bir də dağlıq ərazilərdə əsas nəqliyyat növü məhz avtomobil nəqliyyatıdır. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Artıq əlavə sualı olanlar mütləq rəylərdə yazsın. Hər birinizi uğurlar arzulayıram. Sağ olun.